Azad edilən ərazilərə böyük qayıdış çərçivəsində Ağdərə rayonunun Çıldıran, Aşağı Orataq, Heyvalı və Çapar kəndlərinə köç karvanları yola salınıb. Köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Bugünkü gündə biz Qarabağa gedirik. Vətənimizə gedirik, torpağımıza gedirik. Azərbaycanın hər yeri bizim torpağımızdır. Oranın tası doğma torpaqda, orada yaşamışıq, orada böyümüşük. Vətəndən 91-ci ilin sentyabrın 27-sində çıxmışıq. İndi də ki, ailəmlə, nəvələrimlə qayıdırıq vətənimizə. Sevinç işlər keçirdirik. Çox sevinirik. Allah prezidentimizə can sağlığı versin. Çox sevinirik ki, öz torpaqlarımıza qayıdırıq. Ağdərənin Aşağı Orataq kəndinə 119 nəfər, 31 ailə, Çapar kəndinə 96 nəfər, 26 ailə, Heyvalı kəndinə 74 nəfər, 19 ailə, Çıldıran kəndinə isə 48 nəfər, 13 ailə köçürülür. Elgün Gəncimsoy, Fəxri Məmmədov, Layiq Qələndərli, APA TV.